Bugün səhər saatlarında Kaşan şəhəri və onun ətrafında yerləşən Sepah mövqelərinin hava hücumlarına məruz qaldığı qeyd olunur. Məlumata görə saat 05:40 radələrində əraziyə ardıcıl olaraq 4 zərbə endirilib. Hücumların İsrail və Amerika tərəfindən həyata keçirildiyi qeyd olunur. Hadisə ilə bağlı hədəflərin dəqiq miqyası və mümkün dağıntılar barədə hələlik rəsmi təsdiqlənmiş məlumat verilməyib. İnsan itkiləri ilə bağlı açıqlama da yoxdur. Bugün İran prezidenti Məsud Pezeshkian İsrailin addımları və regionda artan gərginliklə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. Siyonist rejimi mahiyyəti dövlət terrorçuluğuna əsaslanır. Ancaq Amerikanın İrana qarşı təcavüzü və ali rəhbərin öldürülməsi ilə baş verənlər beynəlxalq münaqişələrdə yeni bir yanaşmadır ki, bu da dünyanın hüquq sistemlərini məhv edəcək. Əgər beynəlxalq ictimaiyyət bu böhrana qarşı qətiyyətli olmasa, bu alovun atəşi çoxlarını yandıracaq, deyə Pezeshkian qeyd edib. Amerika Birləşmiş Ştatlarının Milli Kəşfiyyat rəhbəri Tulsi Gabbard İran hakimiyyəti ilə bağlı diqqət çəkən açıqlama verib. O bildirib ki, İranın yeni ali rəhbəri kimi göstərilən Müjtəba Xameneyi İsrailin hücumlarından birində ağır yaralanıb. Onun sözlərinə görə bu vəziyyət İran hakimiyyətində qərar qəbul etmə prosesinə təsir göstərir və hazırda ölkə daxilində idarə etmə ilə bağlı qeyri-müəyyənlik var. İsrailin baş naziri Benyamin Netanyahu İranda quru əməliyyatının olacağını istisna etməyib. O, İran ərazisinə tam miqyaslı hərbi müdaxilə olmadan inqilaba nail olmağın mümkün olmadığını deyib. İnqilablar havadan baş vermir. Bu doğrudur. Mütləq qurudan müdaxilə olmalıdır. Bu komponentin bir çox variantı var. Bu variantları açıqlamayacağım. Amerika və İsrail qüvvələrinin İranın Təbriz şəhərinə hava hücumu nəticəsində Bəsicin 13 əməkdaşı öldürülüb, daha 18 nəfəri yaralanıb. Bu barədə yerli media məlumat verib. Qeyd olunub ki, Təbrizə bundan əvvəlki hücum zamanı dronun Bəsicə məxsus avtomobilə çırpılması nəticəsində təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı həlak olub. İranın bu şəhər əyalətinin cənubundakı Borazcan şəhərində yerləşən İran raket bazası avia zərbələrə məruz qalıb. Qeyd olunub ki, bazada ən azı 4 partlayış baş verib. Hücum nəticəsində hər hansı bir ziyan və ya itki barədə hələlik məlumat yoxdur. İran İsrailin neft emalı zavodlarına qarşı zərbələr zamanı ilk dəfə Nəsrullah raket sistemini tətbiq edib. Bu barədə Fars agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən məlumat yayıb. Hayfa və Aşdod şəhərlərində neft emalı zavodlarının vurulması əməliyyatı zamanı ilk dəfə Nəsrullah sistemi tətbiq edilib. Daha əvvəl İsrail hökuməti Hayfadakı obyektlərin hücumundan sonra ciddi zərər görmədiyini deyib. İsrail ordusunun məlumatına görə neft emalı zavodlarında baş vermiş dağıntılar ballistik raketin zərərsizləşdirilməsindən sonra onun qalıqlarının düşməsi nəticəsində olub. Küveytin Əl-Əhmədin neft limanında yerləşən neft emalı zavodunda pilotsuz uçuş aparatlarının zərbələrindən sonra yanğın baş verib. Küveyt Neft Korporasiyasından verilən məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsinə dərhal yanğın söndürmə briqadaları cəlb edilib və alovun qarşısının alınması istiqamətində operativ tədbirlər görülüb. Neft emalı zavodundakı bəzi istehsal müəssisələrinin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib. Göyərtəsində təxminən 2200 dəniz piyadası olan Amerika hərbi dəniz qüvvələrinə məxsus 3 gəminin gələn həftə Sakit Okeandan yaxın şərq regionuna çatacağı gözlənilir. Bu barədə Politico məlumat yayıb. Qeyd edək ki, daha öncə Amerikanın neft marşrutlarını qorumaq üçün yaxın şərqə qoşun göndərməyi planlaşdırdığı barədə xəbər yayılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözcüsü ölkənin raket sənayesinin mövcud vəziyyəti və gələcək planları barədə açıqlama verib. Sepah rəsmisi raket sənayesinin hazırlıq səviyyəsini ən yüksək balla qiymətləndirib və bu sahədə heç bir narahatlığın olmadığını qeyd edib. Onun sözlərinə görə, İran hətta müharibə şəraitində belə raket istehsalını davam etdirmək iqtidarındadır. O, raket ehtiyatlarının saxlanması və tədarükü ilə bağlı heç bir problemin yaşanmadığını qeyd edib. O çıxışının sonunda düşmən tərəfi üçün yeni sürprizlərin olduğunu xatırladıb. O bildirib ki, hərbi qarşıdurmalar daha da irəlilədikcə döyüşlər daha mürəkkəb, təəccübləndirici və gözlənilməz yeniliklərlə müşahidə olunacaq.